adın nədir gözəlim? Dəniz. Dəniz. Ay, bizdə bir dəniz də var. Bax, bu oğlanın da adı Dənizdir. Görürsən, bax, ora bax, ora bax. Gördün dənizi? Bir oğlan dənizimiz var, bir qız dənizimiz var. Nə yaxşı, iki dəniz. Mən arzu tutacağım ikinizin arasında. İnşallah yerinə yetər. Arzu etdim ki, bütün balalar xoşbəxt olsunlar. Amin. Hə qızım, neçə yaşın var Dəniz? 8. 8. Bəs mənə 7 demişdilər. 1 yaş böyümüsən. Bəlkə 7 tamam olub 8-in içindəsən. Elədir? Aa, məktəbə gedirsənmi gözəl qızım? Hə, 2-də oxuyuram. 2-də. Nə gözəl. Necə oxuyursan dərslərini? Əla. Əla. Çox gözəl. Qiymət alıram. Aa, qiymətin əladır yəni. Yəni 5. Biz o vaxt 5 deyirdik, indi əladır. Bütün fənlərdənmi? Halal olsun. Yaxşı, bəs sənə dərslərini etməkdə kim kömək edir? Heç kim kömək etmir. Mən özüm dərslərimi keçib oxuyub yazıram. Aa, heç kim kömək etmir. Özün? Bəs yaxşı, indi sən dərs oxuyanda sənin qabağına çay gətirmək lazımdır, sənə yemək vermək lazımdır, sənin ola bilər çətin sualın olsun, kömək eləmək lazımdır. Bunları kim edir Dəniz? Atam. Ata. Dəniz, ana yadına gəlir qızım. Xeyr. İndi burada gəlsə, otursa tanımarsan ana kimdir? Niyə? Şəkilləri yoxdur evdə? Evdə şəkillər var, amma onu istəmirəm. Hə, şəkilləri var, sadəcə onu istəmirsən. Niyə qızım? Axı uşaqlar anasını çox istər qalan. Məni axdı getdi. Güllərin içinə tullanmışdı parkda. Aa, səni parkda güllərin içinə tulluyub. Aa. Bəlkə başqa bir şey üçün şəkil çəkdi ya nəsə, çünki səndən sonra da bacım ikinizi də mi gül içinə tulladı? Orada qoydu, çıxdı, getdi mi? Aa, bəs sizi kim? Atam gətirdi, bizi bələddə saxladı, yekətdi. Atası götürəndə siz bələkdəydiniz. Yaxşı. Onda Dəniz, səndən yenə söhbət edərik, yaxşımı? Qızım, gözəl qızım, sənin adın nədir? Rahilə. Rahilə. Ay, nə gözəl adın var, ay Rahilə. Sən neçə yaşın var? 6 yaş var. 6. Hə, bax, onu da demişdilər 5. Onda 5 olub 6-ya keçib. Eləmi? Tamam. Belə. Kimi daha çox istəyirsən? Atanı, ananı? Atamı. Elə bir çaşıb anamı demək istədin. Hı? Ananı çox mu istəyirsən? Görmüsən ananı? Yox. Yox. Bəlkə yaxşı anadır, niyə istəmirsən? Bu dəqiqə onun anası da, bacısı da bu böyürdəkidir. Sual verirəm, cavab bilməyən kimi onun gözünün içinə baxır. Ondan dəstək gözləyir, ondan yardım istəyir. Ki, mən bu sualın cavabını bilmədim, ver Lalə xalaya. Birdən ana gəlsə bura, sən gedərsənmi ana ilə? Niyə balam?